اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. بارئ الخلائق اجمعین. باعث الانبیاء و المرسلین. خالق السماوات والارضین. ثم الصلاة والسلام علی سیدنا و مولانا ابی القاسم محمد و آله الطیبین الطاهرین المعصومین و لعنة الله علی اعدائهم اجمعین من الآن الى لقاء یوم الدین. بسار ارواح طیبه محمد و آل محمد صلوات شد. ارواح جمیع انبیاء، اولیاء، اوصیا، شهدا، صدیقین، صالحین، روح مطهره حضرت فاطمه زهرا سلام الله علیها صلوات نیاد. سلامتی و جلب توجه مولا و سرور مصر امام زمان علیه السلام صلوات شد. بحثimiz باب معرفت اهل بیت و پیوند با اهل بیت علیهم السلام ideyim. اصلا عالم هستی دنیا خانه معرفت دی، معرفت بدی. اصلا عالم معرفت چون بنا olunubdi. عالم محبت چون بنا olunubdi. ریشه عالم بند دی Allah'ın محبتine. که امام سجاد علیه السلام buyurdu بعثهم علی سبیل محبتی. تمام موجوداتی حرکت veribdi محبتinin yolunda. عالم خانه تربیت انسانdır. معرفت، محبت، تربیت به هم پیوسته‌dır. مرتبط هم. Allah Tebarek ve Teala özü Kur'an'da özün mərrif eləyir. Er-Rahmanu allamel Kur'an. Halaqal insan. Allamahul bayan. Özü mərrif eləyir. Çünkü bu خانه معرفتdir. معرفت محبت yaradır. محبت tərbiyət eləyir. İnsanı beşikli məhbubi gətirir. O qəlb zərifdir ki şayet xəbərin olmuyor. Birdən görəsən tamam danışığında, baxışığında, yeməyində, içməyində, hamısında məhbubunda qərqisən. Kullun ya'malu ala şakiləti. Qur'anda buyuruyor, hər kəsin o şikli dərunisi nəzr olsa, əməli də o cürdür. Yəni, hamı gərək baxa görə içərdə özünə nəzr reyibdir. Nəzr şəkil çəkibdir. Nəzr nəqqaşlıq eləyibdir. Mərifət, məhəbbət, tərbiyət, o şikli dəruni insanı becərir.
ondan insan bər əsası öz şakiləyi dəruni əməl eləyir. Tevhidi olsa, danışığı tevhid, baxışığı tevhid, yeməyi tevhid, içməyi tevhid, gəzməyi, tamam şəraşir vücudundan tevhid tökülür. Tamam şəraşir vücudundan vilayət tökülür, İmam-ı Zaman tökülür. Ama onun ki şakiləsi dünyada hiç buraydı az İmam-ı Zaman. İşya verir mi İmam-ı Zaman'dan? Ben gahi baxaydım bu rəsai cumhurun təbliğinə, görüm kim İmam Zamandan yad edək. Göreydim fəqət həmin için qabuldu o İmam Zamandan. Əvvəl sözündə İmam Zamanı dua eləydi. İşlər onun əlindədir də. İşlər Həzrətin əlindədir. Hər vaxt Həzrətdən qırdıq, həlakətə düşərik. Rəmz zindəki tapkinan. Hər vaxt giriftar oldun, denən ya sahib az zaman ədrikmi. İsmi əzəmdir, kar ismi əzəmi görək. Kar ismi əzəmi görək. Əcibdir. İmamı çağırır kinan. Elə söyrək, aləmi söyrək. Hər vaxt gördün tənciyə düşəysən, ağanın adını decinən, asısın qapı. Hər vaxt gördün quyuya düşürsən, ağanın adını decinən, çəksinlər quyudan çölə. Hər vaxt gördün şəhvət əziyyətilik, ağanın adındır. Hər vaxt gördün nəfs əziyyətilik, ağanın adındır. Dünya belədir. Ki, bəhs eləyəcəyəm. Ər-Rəhmanu əlləməl Qur'an. Allah özü mərrif eləyir. Demək, Allahu əlləməl Qur'an. Deyir, Rəhman sizə Qur'an təlim verir. Peyğəmbərə təlim verdi, tamam bəşərə təlim verdi də. Peyğəmbər bir şey alıb, tamamı bəşər üçün alıbdır. Tabi bizim qabiliyyətimiz yoxdur bəhrə aparmağa, özümüzə qeydəyik. Peyğəmbər gətirib, süfrəsini açıb. Hamıya dedikə, rəhmətən lil aləmin. Tamam aləmə Peyğəmbər deyikə. Hamıya deyik, ta'alu, biyayid. Hamıya deyik, üzə məqamə gəlün. Ta aləmi pəsti heyvani desən, bilməzsən mən nə gətirmişəm. Biraz özü aləmi pəsti heyvanidən yuxarı çək, ondan bil nə gətirmişəm. Yoxsa insan ilə kitabı polisi ilə Qur'anı bir yerə qoyar. Bir o da kitabdır, o da kitabdır. Çünki yuxarı getməyib də, nağıl kitabı ilə Qur'anı bir tutar. İnsan gəlib biraz özün yuxarı çəkər, ondan bilə Qur'an kimdir? Bu Qur'anı oxuyanda bilə oxumayıq, Allah oxuyayıq. Allahdır, Peyğəmbərdir, Cəbraildir. Nə fərq elər? Əl-ana Ər-Rəhman, Rəhman bər əsas sifət rəhmaniyyət, görəysən, məhəbbətlə başlanıb aləma. Bər əsas sifət rəhmaniyyət aləmi bina edibdir. Əlləməl Qur'an bər əsas sifət rəhmaniyyət Peyğəmbərə Qur'an nazil eləyib və Qur'anı tamam bəşər üçün nazil eləyibdir. Xələqəl insan, Ər-Rəhman bər əsas rəhmət insanı xəlq eləyibdir. Ər-Rəhman bər əsas rəhməti amməsi əlləməhul bəyan, insana təlimi bəyan veribdir. Möcüzədir, ecazdır, insanın tamam rəftarı, danışığı, baxışığı, fikir eləməmiş üstündə. Pes عالمی هستی خانه معرفتdir. Xanə-i məhəbbətdir. Allahı tanıdın, bildin, nə eləyib, dalışacaq, qaçacaqsan da. Pislik eləmək. Kimə pislik eləyib? Heç kəsə. Fəqət rəhmətdir, xilqət rəhmət. Şükrəsini sərib aləmə. Gətirib hümmi aləmə. Məsiyyət eləysən, əmreli qabağını doldurun. Şayət nemət dolandan sonra görə o qədr vereyim, bir dəfə deyə bu neməti kim verir mənə? Adətükəl ehsan,
iləl musiin. Duada var, Allah, sən o kəssən, pis eləyənə yaxşılıq eləysən. Hər kəs günah eləyək, qapağını dolduraysan, şayət bükülüsü xəsalət çəkər. Və illa əgər istəsəydi hər günahda sili vura, nə mən var idi, burada nə sən, heç birimiz yoxdur. Sili vurmaq için. Sili vurmaq. Be qadri ki Qur'anda burayı, ya həsrətən ələl ibad. Ahay bəndəm, əfsus sənə. Yəni, elə bir təməssül versin Allah ah çəkir. Zat-ı rububidə yoxdur. Həsrət zat-ı rububidə yoxdur. Və o həsrətin asarı, ahın asarı. Ya İmam Sadıq buyurdu ki, biz məzhər-i Xudayı, Allahın əvəzində biz ah çəkik. Allahın əvəzində biz həsrət yük. Har nəyə? Bəndə qanı Xudayı. Allah deyir, həsrət sən hara gedəysən? Mən Peyğəmbər yollayam, sən özüyle oynayırsan. Peyğəmbərin sözünə baxmıysan. Bu xane-i mərifətdə həm özün görsədir zat-ı rububi və həm olar ki məclay əsma və sifat zat-ı rububidir. Yəni onlarla aləmi başlayıb Allah. Onlar vasitəyi xəlqidir. Onların vücudindən aləm sadır olubdur. Peyğəmbərin vücudindən bu aləm sadır olubdur. Əlinin vücudindən bu aləm sadır olubdur. O da Əmir-əl-Müminin burayı aləmi mən xəlq eləmişəm. Düzdür. Vəli bir vasitəyi Xuda Allah əlini xəlq eləyir. Əlinin vücudindən, o vücudun nurisindən, Peyğəmbərin vücudun nurisindən aləm sadır olub. Tamamı kələmat-ı vücudiyyə Peyğəmbərə müttəsildir. Tamam kelimat-ı vücudiyyə Ali ibn Əbi Talibə müttəsildir. Tamam kelimat-ı vücudiyyə Fatimiyə müttəsildir. 14 nur pak. Təhər. Liza İmam Sadıq buyurdu, Allah aləmi xəlq eləyəndə xələqəllahul məşiyyə. Əvvəl məşiyyəti xəlq elədi. Şaə-şa. Məşiyyət şaə-şadan da istəmək. Və xələqəl əşyaə bil məşiyyə. Ondan hər nə aləmdə xəlq oldu, o məşiyyətdən sadır oldu. Xəlq olundu. İmam Sadıq burada, Vəllah nəhnu məşiyyətullah. Andolsun Allaha, Allahın məşiyyəti bizük. Yəni bizi xəlq elədi beduni vasitə. Aləm bizdən sadır oldu. Nizam-ı təkvində aləm bizim süfrəmizdə əyləşirdi. Liza Əmirül-Müminin Nəhcül Bəlağədə namə yazıbdır. Naməsində ki yazıbdır Muaviyyə, naməsində burayı Nəhnu Muaviyyə kimə deyil? Bir anlamaz kişi ki Muaviyyə olmuş olar. Nəhnu sənayı o Rəbbina və nasu bə'du sənayı o ləna. Muaviyyə bizi Allah zürreyib, məsnui Xudayıq. Məsnui Xudayı yəni əvvəl bizi xəlq eləyib. Bəd mərdum biz xəlq eləmişik, bizdən vücuda gəlib. Ya biz tərbiyyət şüdə-i Xudayı. Əvvəl şagird zat-ı rububi bizük. Aləm həslini bizim danışqahımız qərar veribdi Allah. Bizim mədrəsəmiz. Nizam-ı afəriniş bizim mədrəsəmizdir. Rə'si bu mədrəsədə bərayi təlim-i həmi insanlar biz dayanmışıq. Hamı gərək bizim pay dərsimizdə əyləşər. Nə dərs? Nə gözəl dərs. Hər kəs o dərsə getməsə meytə olar, ölər, murdar olar. Hər kəs o dərsə getməsə bir mənzəri şax-ı dirəxtdir ki, ağacdan sındırasan, olar heyzum. Vəxti bu şax-ı dirəxt meyvə verək ki, əsli ağaca müttəsil ola da, vəxti ağacdan qırdın, sındırdın, ölər.